Kəmiyyətin dəyişməsinin faizli ifadəsi. Bəzən kəmiyyətlərdə müəyyən qədər artım baş verir, bəzən azalma olur. Bunu mağazalarda, qiymətlərdə də müşahidə edə bilərsiniz. İndi bu artımın neçə faiz artdığını, neçə faiz azaldığını tapmaq istəyirik. Məsələn, belə bir məsələyə baxaq. Kitabın illik qiyməti 8 manat olan kitabın yeni qiyməti 10 manatdır. İlkin verilən qiymət nədirsə, bunun yəni bir neçə yolla həll etmək olur. Mən sizə tənasüb yolu öyrədəcəm, elə onunla həll etsəniz kifayətdir. İlkin qiyməti 8 manatdır, yeni qiyməti 10 manat olub. Kitab neçə faiz bahalaşdığını tapmalıyıq. Yəni ilkin qiymət 8 manat, bunu ilkin qiyməti 100% qəbul edirik. 100%, yeni qiymətimiz 10 manat, x faiz. Bu təbii ki düz mütənasib olacaq. Çünki əgər qiymət artıbsa, faiz də artmış olmalıdır. Düz mütənasibdə də çarpaz həll edirdik. Çarpaz vurarıq. Yəni 8 vurulsun x bərabərdir 10 vurulsun 100. Buradan x-i tapsaq 10 vurulsun 100 bölünsün 8. 10-dan 8 hər ikisi 2 ixtisar gedir. Burada 5, burada 4. 100 ilə də 4 hər ikisi 4-ə 1, burada 25. 5'i 25'e vurdu, oldu 125%. Əvvəlcə 100% oldu 125%. Deməli nə baş verib? Artım baş verib. Yəni bu 125%-dən də çıxırıq 100%-i 25%. Deməli 25% bahalaşıb. İndi bəzən azalma olur. Məsələn, elə kitabdakı nümunəyə baxsaq, deyir 6 litr su buxarlanaraq 5700 milli oldu. 6 litri əvvəlcə çevirək milliyə, çünki biri millidir, biri litr, 6000 millilitr oldu. İndi 6000 ilkin veriləni 100% qəbul edirik, 100%. 5700 olacaqsa x faiz. Yenə düz mütənasibdir. Yəni 6000 vurulsun x bərabərdir 5700 vurulsun 100. Buradan da x bərabərdir 5700 vurulsun 100 bölünsün 6000. Burada yenə 3 sıfır silsək, bunda da 3 sıfır, yuxarıdan da 3 dənə sıfırı silirik. 570'i bölürük 6'ya. O da bərabərdir 95%. Əvvəlcə 100% idi, oldu 95%. Deməli azalma olub nə qədər? 100%-dən də çıxırıq 95%-i bərabərdir 5%. Yəni bunu müxtəlif üsullarla həll edə bilərik. Məsələn, bayaqki məsələmizi 8 manat idi, oldu 10 manat. Nə qədər artım baş verib? 2 manat. Əvvəlcə deməli 10-dan çıxırıq 8-i 2 manat. Deməli artımımız oldu 2 manat. İndi bu 2 8-in neçə faizidir? Əvvəlki dərsimizdə nə edirdik? 2-ni bölürdük 8-ə, vururuq 100-ə. Burada 2 ilə 8, hər ikisi 2-yə bölündü 4, 1, 100-ü də 4-ə böldük 25%. Yəni burada artıq dəyişimin faizini tapmış olduq. Yəni hansı üsul rahat gəlirsə o üsulla həll edin. Hər ikisində eyni cavabı almış oluruq. Deyil məsələləri bir də bizə burada deyir ki, kəmiyyətin azaldığını və ya artdığını müəyyən dəyişməsini faizlə ifadə edin. Burada təbii ki artıb, deməli A bəndində 15 ilkin olan 100%, 18 isə x. Buradan x-i tapanda da birbaşa həmişə bilin ki 18-i vururuq 100-ə, bölürük 15-ə. Çünki biz bunu necə edirdik? 15 vurulsun x bərabərdir 18 vurulsun 100. Oradan da x-i tapanda, yəni artıq əlinizə öyrəşdirib birbaşa yaza bilərsiniz. 18 ilə 15 hər ikisi 3-ə bölünür. Burada 6, burada 5. 100-ü 5-ə böldük 20. 6-nı 20-yə vurduq 120%. Deməli nə oldu? 20% artdı. B bəndində ilkin kütləsi 80 kiloqram olan insan, ilkin nə olur olsun, azı da olsa, çoxu da olsa onu biz 100% qəbul edirik. 72 kiloqram x faiz. Yenə buradan x-i tapanda 72 vurulsun 100 bölünsün 80. Burada
Hərəsindən bir sıfır sildim. 72 8-ə bölünür 9. Bu da oldu 90%. Deməli nə oldu? 10% azaldı. Çünki əvvəlcə 100 idi, indi 90% oldu, 10% azaldı. C bəndində hündürlüyü 8 metr olan ağacın 1 metrdir, 1 santimetr, 8 metri də çevirsək 800 santimetr, bu 100%'dir. İndi ağacın hündürlüyü artdı, 920 isə x%. Buradan x bərabərdir, 920 vurulsun 100 bölünsün 800. Hər ikisindən 2 sıfırı sildik, 92'ni də 8'ə böldük. Yəni 920 ilə bölsək, bu da 115% oldu. Deməli, əvvəl 100 idi, 115, neyniyib? 15% artdı. Elə bax, mən izah edelim. Kəmiyyətin dəyişməsini faizə nisbətin faizli ifadəsindən, tənasübdən də istifadə etmək olar. Elə bayaqdan yazdığımız tənasüblə. İndi bu məsələni də 2 nömrəni bundan istifadə edərək həll edək. Bizə burada nə deyir? Dəyişməsini faizlə ifadə edin, suallara cavab verin. A bəndində tozsoranın qiyməti 400 manatdan 400 manat 100%, 320 manata endi. 320 isə x%. Buradan x bərabərdir. 300 vurulsun 100 bölünsün 400. Hər ikisindən 2 sıfırı sildim. 100'ü 4'ə böldük. 25. 3'ü də 25'ə vurduq. 75%. Deməli nə olub? 25% azaldı. B bəndində əkin üçün ayrılmış sahə 24 hektardan 24 hektar 100%, 31,2 hektar isə x%. Buradan x bərabərdir. 31,2 vurulsun 100 bölünsün 24. Bunu da ixtisar da eləyə bilərsiniz. 100'dən 24. Hər ikisi 4'ə bölündü. Burada 6, 25. 31,2'ni də 6'ya bölərik. Bu da 5,2 eləyir. 5,2. Onu da 25'ə vurarıq. Bu da 130%. Deməli nə olub? 30% artdı. Çünki əvvəl 100 idi, 30% artdı. C bəndində düşərgədən kəndə qədər avtomobil 2 kilometr idi. Bu 2 kilometr 100%. Turist qısa yolla 1500 metr məsafə qət edərək, bunu da kilometrə çevirsək 1000'ə böldük. 1,5 kilometr isə olacaq x%. Neçə faiz? X bərabərdir. 1,5 vurulsun 100 bölünsün 2. Yəni bunu da 100'ə vursaq 150 bölünsün 2 olacaq 75%. Yəni nə oldu? 25% azaldı. D bəndində fermer ötən il hər hektardan 2,5 ton məhsul toplamışdır. 2,5 ton 100%. O bu il məhsula daha yaxşı qulluq etdiyi üçün 3000 kiloqram məhsul, 3001 ton da 1000 kiloqramdır. Bu da olacaq 3 ton x%. Buradan x bərabərdir. 3 vurulsun 100 bölünsün 2,5. Bunu hətta 10'a vuraraq 3 vurulsun 1000 bölünsün 25 yazaram. 1000 də 25'ə 40. Bu da oldu 120%. Deməli neynədir? 20% artdı. Üç nömrəli məsələmizdə A mağazasında satılan soyuducunun qiyməti 800 manatdan 704 manata endirildi. Deməli, əvvəlcə A mağazasındakı endirim faizini tapaq. 800 100% idi. 704 oldu x%. Buradan x bərabərdir. 704 vurulsun 100 bölünsün 800. Yəni 704'ü 8'ə bölürük. Bu da oldu 88%. Yəni nə elədi? A mağazasında 12% endirim.
azalma oldu. İndi B mağazasında isə 780 manat idi. Bu 100%. Qiyməti endirilərək oldu 702 isə x%. Buradan x bərabərdir 702 vur 100 bölünsün 780. Doldu 90%. Yəni nə oldu? B mağazasında isə 10% endirim. 10% hansı mağazada endirim faizi daha yüksək oldu? Deməli A mağazasında. Cavabımız A mağazası oldu.